Hər vaxtınız xeyir olsun, gözəl analar, bacılar, xanımlar. Axşam qaynanamla uşaqları apardıq parka. Axır ki istilər də düşdü və piknik və təmiz hava vaxtıdır. Qızıma da velosiped almışdıq, oturub velosipedində keyf edir. Qızım 1 yaş 5 aylıqdır. Qızlar bu uşaqlar düşündüyümüzdən də çox bilirlər. Biz onlara uşaq olduqları üçün çox söz demirik, anlamırlar. Amma yox, hər şeyi başa düşürlər, hər şeyi də başa salmaq lazımdır. Sadəcə şirinliyindən istifadə edib bizimlə manipulyasiya edirlər. 3 uşağım var və düşünürdüm ki, artıq məni heç nədən təəccübləndirmək olmaz. Amma yox. Hardasa 1 ay bundan qabaq qızım mənim üzümdən vurdu. Mən də üzümü əllərimlə bağlayıb ona ağladığımı göstərdim və ondan küsdüyümü dedim. Uşağın yadında qalar. Dünən də onu yatsıranda təzədən məni vurdu. Mən də acıqlandım, işarət barmağımdan ona nününü elədim ki, olmaz. O da əlləri ilə üzünü tutub ağladığını göstərir mənə və əllərin arasından boylanıb baxır ki, mən ona baxıram ya yox. Qızlar, bilmədim ciddi üzümü tutum ya gülüm. Amma şirinliyi məndən alıb güldü. Bu balacalar bizi suya aparıb susuz gətirər. Belə qızlar, parka da gəlməmiş uşaqlar üçün abur-cubur almışdım. Amma parka gələndə yenə də nəsə almalıyıq. Həmin gün havada çox gözəl idi. Oğluma da telefonu verdim ki, bizi çəksin, amma nə çəkdi heç bəlli olmadı. Və hava artıq qaralırdı, qaynatam da dalımızca gəldi və getdik evə. Dostlar, sizə çətin deyilsə, zəhmət olmasa takip atıb like qoyardınız. Bu da mənə motivasiya verir. Qabaqcadan təşəkkür edirəm.